Hər kəsə salam, mənim əziz, dəyərli YouTube izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Sizi salamlayıram. Bugün sizinlə maraqlı bir videonu paylaşmaq istəyirəm. Məni Azərbaycanın ata obrazında çəkilişə çağırıblar. Qədimi Bakı otelidir, Ulubəy otel. Və istəyərdim ki, gedim çəkilişə, kadr arxası, səhnə arxası nə olacaq, hamısını sizə göstərim, paylaşım sizinlə. Umudvarım ki, maraqlı olacaq və odur ki, video like eləməyi, abunə olmağı unutmayın və getdik. Çatdıq dostlar, buradayıq. Bu su idman kompleksidir, orada arxada görsənmir, ağacların arxasında qalır. Amma bu Ağşəhər tərəf olan bir küçədir. Əslində küçənin adını heç bilmirəm. Yəni ilk dəfə gedirəm ora. Amma bir 10 bilirəm ki, otel irəlidədir. Buradan görürəm onun viviskasını, yazısını. Az qalmışıq, girək içəri, biraz sərinləyək və çəkilişimizə başlayaq. Sudan zaddan olsa götürərik bir dənə sudan, fantadan zaddan. Kondisioneri qoşarıq otaqda və işimizi görərik. Buradan indi yanımda bir adam keçdi, ondan öyrəndim. Bura yeni şəhər kompleksi sayılır. Ağşəhər deyil yəni tam olaraq. Amma məncə məsafə olaraq çox da uzaq deyil, çatmaq olar. Beləliklə mən çatdım otelimizə. Baxın, Ulubəy otel. Buradır bizim otelimiz. Gedək girək içəri. Deməli dostlar, otelimizin xolu belədir. Baxın. Görün nə gözəldir. Super. Gəlin qalxaq yuxarı. Çəkilişimiz başlayaq. Hazırlıq görürəm. Bu işığımdır. Bu kamera üçün stoyka olacaq. Bura ərazimizdir. Baxın görün nə gözəl otelə gəlmişəm mən. Bir otaqda orada var. Biraz sizə göstərim buraları qəşəng. Baxın görün nə gözəl bir yerdir. Ulubəy oteldə bura. Linkində aşağıda videonun description'da sizə yazacağım, bilərsiniz. Beləliklə başlayıram çəkilişimə. Kameranı qoyacağım kənardan, timelapse-la bəzi kadrlara baxa bilərsiniz. Getdik. Atanın obrazı yavaş-yavaş girir kadra dostlarım mənim. Başlaya bilərik. Qəşəng otelimizi reklam edək. Tak, getdik dostlar. İlk kadrımız oğlandır. Oğlunun rüqzakı var. Rüqzakı götürürəm və kadra girirəm. Wow! Təkrar gedirəm. Dublum xoşuma gəlmədi. Yenidən çəkirəm. Baxaq. Qapının təxmini belə məsafədə saxlayacağam. 1, 2, 3. Wow! Əladır. Bu mənim xoşuma gəldi. Keçirik ata obrazına. Oy, maşallah. Oo, maşallah. Güzel dostlar, keçirik növbəti kadrımıza. Deməli, buradan görən oğul keçir, rüqzakını atır kravatın üstünə, arxasında da atası gəlir. Getdik. Bir deneyək, xoşuma gəlmədi. Üzüm şey. Bir, iki, üç. Tamam. Paltarımızı dəyişirik. Nerede? Ay maşallah. Əsl otel böyle olar. Bak galeriya değil abi. Kesmişəm dostlar deməli növbəti kadrımıza. Bu bursa otaqdayam. Davam edirik oğuldan atanın dialoqunu. Kameranı görüm harası yerləşdirə bilsəm baxarsınız siz də. Baxın Kardeş, nasıl bu da ne?
yoxsa oturub baxardın qohumların sifətinə? Pəh, 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 evlərə baxır dağın ətəyində. Cəmaət yaşayır dənə sənə. Baxım, o kaniş nəsildir bu dənə, yoxsa oturub baxardın? Həmişə belə problem çəkirəm də bu kadrda durmaq məsələsində. Baxım, o kaniş nəsildir bu dənə. Baxım, o kaniş nəsildir bu dənə, yoxsa... Baxım, o kaniş nə? Əsildir bu dənə, yoxsa oturub baxardın qohumların sıfatına? Pəh, 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 evlərə baxır da. Beləliklə dostlar, çəkilişim qurtardı oteldə. Mən indi bütün avadanlığımı, rüqzakımı hamısını yığıb, toplayıb buradan gedirəm, işimi bitirdim. Video çox bomba, çox partlayış alındı. İnşallah paylaşanda baxarsınız siz də shortsda və qeyd etmək istəyirəm ki, bu video tək YouTube-da çıxmayacaq. Bildiyiniz kimi mənim Instagram və TikTok səhifələrim də var. Hamısında da eyni vaxtda, eyni zamanda videolarım çıxır. Ona görə inşallah çıxanda, paylaşanda görərsiniz. Mən isə buradan çıxıram, gedək çöldə bir iki dənə kadr götürəcəm və salam, bu qədər işim qurtardı. Dostlar, çıxdım mən çəkilişdən, gedirəm evə. Hal-hazırda gedə-gedə də mənə bir gözəl mənzərə açılır əziz dostlar. Bayrağa baxın, bu gözəl bayraq, belə bayraq harda var axı? Azərbaycan bayrağı, əri. Gözəl Azərbaycanım mənim. Hopçum gedək evə çörək yeyək yaxşıca. Videomuzu editləyək. Bugünkü çəkiliş günümüz də belə bitdi. İnşallah uğurlu xeyir olsun. Şöyle dəhşətsizdir dostlar. Oturmuşam Astanovkada görə. Avtobus gəlsin 88 minək gedək. Of ya, partladım ya. Deməli dostlar, abedimiz budur. Qarpız, pendir, çörək. Vallahi yayda adamın tək iştahını aça biləcəyi yemək qarpız, pendir, çörəkdir. Yumuşaq hələ təndir çörək onda bir şey başqadır. Yumuşaq çörək. Qəşəng kənd pendiri. Buz kimi də qarpız. Bunu yemək yeməsən, Mənim dostum var idi, Rus olan idi. Bir də mən dedim ki, mən qarpızdan ancaq belə yeyirəm də. Dedim, nə? Sen başım xarab edəm ya. Dedim, sən ye bax, ondan sonra danışarıq. Yedi bax, bu nədir? Dediyindən biri qarpızdan ancaq belə yiyəcəm. Falan, istəkən. Dedim, ben nədir, nə olmuş? Ye bax şöyle ya. Yox, Fransızların, İtalyanların, Yaponların yemək qəşəng yeyirsiniz. Fəfif eləmirsiniz. Amma bizim Azərbaycanların qarpız, pendir, çörək başlayırsınız gülməyə, fifirləməyə. Əsl istimalı. Deməli dostlar, videomuzu nəhayət ki montaj elədik. Hər şey hazırdır. Hətta sizə bir balaca parçasını göstərə bilərəm. Maşallah. Baxın, nə gözəl. Əsl otel. Davamına isə kanalımda shorts bölməsində baxa bilərsiniz. Buyurun, xoş gəlmisiniz kanalıma. Kanala abunə olmağı unutmayın. Like qoymağı, şərh yazmağı unutmayın. Görüşərik.